Salam, hörmətli izləyicilər. Bugünlər Masazır qəsəbəsində 1-ci Araz marketdən yuxarı qalxanda Laçın məktəbinə yaxın 1.3 sot torpağın içərisində 55 kvadrat 2 otaqlı, tam təmirli, tam yaşayışlı həyət evinin çəkilişini sizə təqdim edirəm. Görsəndiyi kimi həyəti beton lövhədir. Buradan bizim həyətimizə girişdir, darvazasıdır, üzüm çardağıdır. Və belə bir tam yaşayışlı evdir. Sənəd torpağın çıxarışıdır. Kupçası var, yəni kupçası var. Qazı, suyu, işığı, kanalizasiyası, komisi tam yaşayışlı evdir. İndi daxil oluruq evimizin içəri hissəsinə. Bura evimizin girişidir. Girişdə belə koridor sistemidir. Girişdən solda belə bir böyük qonaq otağımız var. Bura evimizin böyük qonaq otağıdır. Demək, təmirli evdir. Hörmətli müştərilər, bax belə. Yaşayışlı evdir. Polo taxtadır. Kombi sistemidir. Və bu otaqda görsən, hər iki tərəfdən pəncərəsi var. Yəni, əsas məsələ odur ki, evimiz hər iki tərəfdən çox sərin evdir. Qoşa daşdır, bünövrəsi betondur, başının kəməri betondur. Yəni, normal bir həyət evidir. İndi ikinci otağımızı göstərirəm. Bura ikinci otağımızdır. Bax, belə bir. Burada ikinci otağımızdır. Yenə deyirəm, hər bir otaq taxtadır, makler evi deyil, şəxsi evdir. Şəxsi evdir. Həyətinə də maşın girir. Burada sanitar qovşağımız, hamamımızdır. Bax, belə bir təmirlidir. Və mətbəxidir. Burada mətbəximizdir. Burada mətbəximizdir. Tam yaşayışlı evdir. Evimiz bəzi əşyalarla birlikdə satılır. Yenə deyirəm, 2 otaqdır, 55 kvadratlı 1.3 sot torpağın içərisindədir. Rahat şəkildə notariusa gedib, alıq-satqı eləyib bu evi ala bilərsiniz. Astanovkaya yaxın məsafədədir. Sənədlər qaydasındadır, 2 otaqdır, qoşa daşdır, hər bir, yəni super bir şeydir. Əla bir evdir. Evimizin qiymətini 55.000 manata deyirik. Real müştəriyə endirimimiz var.